Hər vaxtınız xeyir. Bugün gəlin çox maraqlı bir sualın dərinliyinə enək. Milad hekayəsinin tam mərkəzində duran Betlehem ulduzu və onunla bağlı çoxlarını çaşdıran bir teoloji sual. Baxın, sual budur. Müqəddəs kitab astrologiya kimi təcrübələri açıq-aşkar pisləyirsə, necə olur ki, Allah İsa'nın doğumunu elan etmək üçün məhz bir ulduzdan istifadə edir? Bu, ilk baxışdan əsl ziddiyyət kimi görünür, elə deyilmi? Gəlin bu məsələni aydınlaşdıraq. Yaxşı, bu məsələni aydınlaşdırmaq üçün 5 addımda irəliyəcəyik. Əvvəlcə, bu ziddiyyətli ulduz məsələsinin nə olduğuna baxacağıq, sonra astrologiya ilə ilahi işarə arasındakı fərqi incələyəcəyik, bəs maqlar kim idi? Bu sualla da cavab tapacağıq. Daha sonra səmada baş verən bu möcüzənin özünə diqqət yetirəcəyik və sonda bütün bunların necə ulduzdan müqəddəs yazıya gəlib çıxdığını görəcəyik. Deməli, birinci bölmə. Gəlin problemi tam olaraq ortaya qoyaq. Əlimizdə nə var? Bir yanda ilahi bir hekayə, digər yanda isə müqəddəs kitabda pislənən bir təcrübə. Bəs bu ulduz bu ikisini necə bir araya gətirir? Bu doğrudan da bir paradoksdurmu? Və bu paradoksu çözməyin yolu əslində iki fərqli anlayışı bir-birindən ayırmaqdan keçir. Astrologiya və ilahi işarə. Bunlar tamamilə fərqli şeylərdir. İndi gəlin onların arasındakı o vacib, kritik fərqin nə olduğuna baxaq. Baxın, müqəddəs kitabın astrologiyaya niyə qarşı olduğunu anlamaq vacibdir. Astrologiyanın əsas iddiası nədir? Güya ki, səmavi cisimlər bizim taliyimizi müəyyən edir, gələcəyimizi deyir. Və bu, çox vaxt ulduzların özlərinə bir növ ilahi güc kimi, hətta büt kimi baxmaqla nəticələnir. Amma Betlehem ulduzunun məqsədi tamamilə fərqli idi. O, gələcəyi proqnozlaşdırmırdı, yox. O artıq baş vermiş, keçmişdə olmuş bir hadisəni, bir körpənin doğumunu sadəcə elan edirdi. Fərq çox böyükdür. Hətta hekayənin özü də bunu təsdiqləyir. Təsəvvür edin, Kral Hirod maqlardan nə soruşur? Ulduz nə vaxt doğacaq demir. Soruşur ki, ulduz nə vaxt göründü? Yəni keçmiş zaman. Çünki o da bilirdi ki, bu, başa çatmış bir hadisənin işarəsidir. Bu, gələcək üçün bir fal yox, keçmiş üçün bir xəbər idi. Yaxşı, bu məsələ aydındır. Ulduz bir proqnoz deyildi. Bəs onda onu izləyən bu sirli adamlar, maqlar kim idilər? Biz onlara adətən sehirbaz, okultist kimi düşünürük, amma həqiqətənmi elə idi? Yoxsa onlar tamamilə başqa bir şeydilər? Baxın, burada ümumi təsəvvürlə teoloji baxış arasında böyük bir fərq var. Bizim ağlımızda canlanan o cübbəli sehirbazlar əvəzinə teoloji mənbələr onları şərqin alimləri, tədqiqatçıları kimi təsvir edir. Onlar fala baxan, sehir oxuyan adamlar deyildilər. Onlar kainatı, yaradılışı öyrənən və inadla həqiqəti axtaran insanlar idilər. Və bu çox vacib bir məqamdır. Onlar sadəcə həqiqəti axtarırdılar. Allah da onlara bildikləri dildə, yəni səmada bir işıqla cavab verdi və onlar da o işığın arxasınca getdilər. Bu əslində Allahın heç gözləmədiyimiz insanlara, heç gözləmədiyimiz yollarla necə çatdığının heyrətamiz bir nümunəsidir. İndi isə gələk, bəlkə də bütün bu astroloji yozumları tamamilə alt-üst edən dəlilə, ulduzun özünün davranışına. Çünki bu ulduzun hərəkətləri heç bir normal ulduzun, planetin və ya kometanın hərəkətlərinə bənzəmirdi. Bu, sadəcə səmadakı bir möcüzə idi. Bir anlıq düşünün, hansı ulduz insanların qabağına düşüb onlara yol göstərir və ya gedib konkret bir evin üzərində dayanır? Heç biri. Hekayəyə görə isə bu ulduz məhz bunu edirdi. O sanki ağıllı bir bələdçi kimi hərəkət edirdi. Bu, təbiət qanunları ilə izah oluna bilməz. Bütün bunlar bizi yalnız bir nəticəyə gətirib çıxarır. Bu, sadəcə təsadüfi bir göy cismi deyildi. Bu, konkret bir missiya üçün, məhz bu məqsəd üçün yaradılmış fövqəladə bir fenomendir. Bəzi ilahiyyatçılar bunu mələkvari bir işıq adlandırır. Yəni, o, ilahi bir bələdçi idi. Və maraqlısı odur ki, müqəddəs kitabda belə bir şey ilk dəfə deyildi. Xatırlayırsınızsa, İsraillilər səhrada səyahət edərkən onlara yol göstərən bir bulud və atəş sütunu var idi. Bu ulduz da eyni ilə o cür unikal ilahi bir bələdçiliyi idi. Yaxşı, gəlin indiyə qədər öyrəndiklərimizi birləşdirək. Deməli, ulduz bir möcüzədir, maqlar isə səmimi axtarışda olan alimlərdir. Amma bu bizi əsas suala gətirir. Yaxşı, bəs niyə məhz belə bir üsul? Niyə bir ulduz? Cavab, Allahın rəhbərliyinin 2 mərhələli planında gizlidir. Buradakı əsas fikir budur. Allah qüsurlu insan sistemlərini, məsələn, astrologiyanı təsdiqləmir. Qətiyyən, əksinə,
O, səmimi qəlbdən həqiqəti axtaran insanlarla onların öz səviyyəsində görüşür. Onların bildikləri, başa düşdükləri sistemlər vasitəsilə onları daha yüksək bir həqiqətə doğru aparır. Və bu prinsip əslində müqəddəs kitabın bir çox yerində var. Yadınıza salın, Allah Musaya çöldə yanan bir kolun içindən səslənir və ya Balam peyğəmbərlə danışan bir eşşək vasitəsilə danışır, Fironla yuxular vasitəsilə əlaqə qurur. Allah insanlara çatmaq üçün onların dünyasındakı qeyri-adi vasitələrdən istifadə edir. Maqların səyahəti də məhz belə 2 addımlı bir proses idi. Birinci addım, işarə. O fövqəladə təbii ulduz onları ümumi bir məkana, yəni Yeruşalimə gətirib çıxardı. Amma bu son dayanacaq deyildi. İkinci addım, kəlam. Son dəqiq ünvanı, yəni Beyt-Ləhmi onlara ulduz yox, müqəddəs yazıdakı peyğəmbərlik göstərdi. İşarə başladı, kəlam tamamladı. Yaxşı, gəlin hər şeyi ümumiləşdirək. Nə öyrəndik? Birincisi, ulduz gələcəyi deyən bir proqnoz yox, artıq baş vermiş bir doğumun elanı idi. İkincisi, maqlar sehirbazlar yox, həqiqəti axtaran səmimi alimlər idilər. Üçüncüsü, ulduz özü təbii bir hadisə deyil, unikal bir fövqəladə təbii möcüzə idi. Və ən əsası, son və qəti rəhbərlik səmada görünən işarədən deyil, birbaşa müqəddəs yazıdan gəldi. Və sonda bu hekayə bizi bir düşüncə ilə baş-başa qoyur. Biz öz həyatımızda bələdçiliyi harada axtarırıq? Dünyanın dəyişkən, qeyri-müəyyən işarələrindəmi, yoxsa sabit, dəyişməz bir həqiqət mənbəyindəmi? Bu, düşünməyə dəyər bir sualdır. Bu təhlili mənimlə birlikdə apardığınız üçün təşəkkür edirəm.